İnanılmaz nəticə. Salam dostlar. Gəlin rəqəmlərdən başlayaq, sonra isə hər şeyə. Beləliklə, hər gün mindən çox insan xidməti ziyarət edir. Reklamçılar və podratçılar üçün bölmə yaratdıq. Reklamcılar üçün banner reklamı, kontekstual reklam. Burada banner, kontekstual və video reklamlar mövcuddur. İndi isə video reklamı sınaqdan keçiriyəm. Mən kanala abunə olmağa cagirislə 20 saniyəlik 400 dəfə göstəriş etdim. Reklamın qiyməti, gəlin baxaq, 20 saniyəlik reklam 0,2 dollara basa gəlir. Bu belə. Yəni 400 dəfə göstərim 8 dollar edir. Mən Telegram kanalına abunə olmağa caygiriş etdim, video çəkdim və indi gəlin kanalın statistikasına baxaq. Bu sözün əsl mənasında bugün istifadəyə verildi. Və bugün hər şey gəlin nəzər salaq. Budur o günlər, budur bugün. Bugün 8 may, saat 23:07-dir. Reklam sözün əsl mənasında bu yaxınlarda, bu axşam yayımlandı. Və budur reklam. 101 abunəçi dostlar. 8 dollara 101 abunəçi. Gəlin sayaq. Kalkulatoru açın. 8 dolları 100 ilə bölündükdə 0,079 olur. Abunəcinin qiyməti 0,079 sentdir dostlar. Abunəçinin qiymətini təsəvvür edə bilərsinizmi? Gəlin rublla hesablayaq. Dollar artıq 74.25'dir. 74.25. İndi isə zəhmət olmasa, nəticəni sıfıra vurun. Neçə nəfər var idi? 79. Bəli. 0,79 yaxşı, 5-8 rubla bərabərdir. 6 rubl bəli, abunəci. Normaldır, elə deyilmi? Gəlin yenidən sayar. 8 dollar 101 abunəciyə bulunur. Budur, 0,079. Abunəci 5 və 8 rublar. Hər abunəci üçün 6 var. Nəticəni necə bəyəndiniz dostlar? Bəli, bu inanılmazdır. Reklam büdcələrini və kanala abunəci qazanmaq üçün pulu boşa xərclədim. Mən bu kanalı 6 ildir ki idarə edirəm və hələ də 2000 abunəcim yoxdur. Elə bugün sözün əsl mənasında cəmi 1 saat ərzində bir reklam yayımlandı və 101 abunəci gəldi. İndi hər gün bu reklamı sifariş edəcəyəm. Baxın, hər abunəci 6 rubla basa gəlir. Bu sadəcə inanılmazdır. Beləliklə dostlar, rəqəmləri gördünüz. Deməli, komanda, baxın, bu servisdən gündə 1000 nəfərdən çox insan istifadə edir. Bura bizneslə maraqlananlar, səbəkəcilər gəlir. Yeri gəlmişkən, burada həm kontekstual, həm də banner reklamı verə bilərsiniz. Bax, burada banner reklamı olacaq, burada isə kontekstual reklam. Bax gələ, amma video reklamdan sadəcə soka düşdüm, duzunu desəm. Bax belə. Və hər gün bura yeni insanlar əlavə olunacaq. İcraçı üçün bölmə əlavən yox. Artıq YouTube'da reklam izləmək olar. Bəli, video rolika görə pul qazanmaq mümkündür. Qiyməti 0,054. Əgər baxsaq, bu qədər alacağıq. 0,054 dollar. Bax belə və tapşırıqlar bölməsi hələlik əlçatan deyil. Gələn həftə artıq əlçatan olacaq və tapşırıqları yerinə yetirib heç bir yatırım etmədən gündə 20 dollara qədər qazanmaq mümkün olacaq. Bax belə. Amma kim reklamdan bas çıxarırsa, biznesmen üçün belə bir reklam, haradakı bir abunəci 5 manat, 5-8, bəli 6 manat, yəni təxminən qiymət 5-dən 6 manata qədər dəyişir abunəci üçün. Bu həqiqətən də superdir. Bu inanılmazdır. Mən Telegram kanallarında reklam sifariş etmişəm. Bir neçə Telegram kanalında reklam vermişəm və nə əldə etmişəm? Baxın, 6 il ərzində 2000 abunəci belə toplaya bilməmişəm. Reklam büdcəsi boş yerə gedirdi. Abunəci ya gəlmirdi, ya da abunəci bir nəfər üçün 250 manatdan 1000 manata qədər basa gəlirdi. Hər dəfə eyni olmur. Telegram kanallarında ancaq botlardır. Bax belə. Burada isə canlı insanlar var. Biznes auditoriyası, çoxlu səbəkəcilər, həm də müxtəlif ölkələrdən böyük liderlər. Burada reklam verən ucun, məsələn, reklam, video reklam yerləşdirmək və ya yaratmaq olar. Burada nə etmək var?
Başlıq yazırıq, YouTube linki, insanın keçəcəyi link, təsvir, baxış müddəti. Burada 20 saniyə, 30 saniyə, 1 dəqiqə, 5 dəqiqə, 2 dəqiqə seçirik. Vur bax və istifadəciyə göstər. Orada gündə bir dəfə, orada 3 gündə bir dəfə, 1 saatdan çox olmayaraq. Buyurun, seçim edər. Okeanı seçin, burada hədəfləmə, səhər, cins, maraqlar təyin edə bilərsiniz. Hər kəsə, aktiv biznes yeri və tərəfdaş reytinq olan hər kəsə göstərin. Yəni, belə bir hədəfləmə etmək mümkündür. Aktiv biznes yeri olan hər kəsə, yəni bunlar burada biznes yeri almış, ödəmə qabiliyyəti olan auditoriyadır. Və baxın, 5 dəqiqə 0 ucabasa gəlir. Yəni, 5 dəqiqəlik 10 dəfə göstərmək $3 olacaq. Mən isə 20 saniyə qoydum, dostlar. Reklam üçün $8 ödədim, 400 təəssürat yaratdım, 101 abunəci qazandım. Budur. Hər biri 20 dəqiqə, 20 saniyə olmaqla 400 SOV. Dostlar, bu inanılmaz dərəcədə gözəldir. Xidmətdən istifadə edin. ATES, sadəcə ATES acı.